Bu günləri görək Tokyoda mı maşınlar yaxşıdır, qəşəng drift eləyirlər, yoxsa Azərbaycanda mı? Bu gün ona qərar veririk. Hər kəs salam, mən Ayxan. Hələ də kanalıma abunə deyilsənsə, aşağıdan kanalıma abunə olub bu videoda like atmağı unutma. İlk videomuzla başlayırıq. Çox təəssüf ki, videolarda səs istifadə edə bilmirəm, çünki xarici videolardır bunlar. Yəni. Elvin 23 bundan daha yaxşı drift eləyir, Elvin 023. Hətta sizə o videonu göstərim. Baxın. Yəni Elvin bunlardan daha həyat drift eləyir. Bu arada videoma baxırsa Elvin 020 salamlayıram. Tokyo drift, Tokyoda maşınlar belə, Tokyoda maşınlar elə. Baxaq gör elə maşınlar var. Amma bunlarda da çox şey icazə var da. Yəni maşında tuning eləməyə bunlarda çox icazə var. Yəni bahalı maşınlardır. Bunlar bizdə həvəs 06-dan 07-dədir. Niva'dadır. İndi də BMW. Məsələn, amma bunlar çox bahalı maşınlardır. Görürsüz? Bu elə Markov rəhbər ceyranı çəkir. Amma bu adamlarda spesial drift günləri falan olur da. Yəni drift elədikləri günlər var həftə içi. Elə çıxırlar şəhərdə drift falan eləyirlər. Mən bir dəfə internetdə bunu araşdırdım, gördüm ki, yəni bu adamlar belə deyil da. Çünki bunlar drift eləməkdir falandır. Bunlar da biraz qanunidir. Xüsusi bu həvəskarlar üçün xüsusi günlər olur. Bax məsələn Tokyoda. Bax. Amma bu film kəsidir. Vay. Bunlar niyə hamısı belə seriozlu rəngdədir bu maşında? Amma o da başqa bir fantastik bir fikirdir əslində. Fərqli görüşürlər. Barbie maşınlar. Bu nədir belə? Ayda, Tokyo Drift'də oynayan oğlan. Vay. Çox qəşəngdir. Vay, adama bax. Keçişə bax. Porsche ilə. Onların drift macərası bahalı maşınlarlandır. Amma adamların bax. Şəhərə bax, bunlar sırf belə günləri olur. Kimin nə maşını var çıxardır çölə. Çox tema yerdir yəni. İnşallah nəsib olsun bir gün gedib orada sizlər üçün video çəkərəm. Bilmirəm yəni, bəlkə də o gün bu videoya baxıb duyğulanaram yəni. Göstər görək. Qəşəngsən. Superdir. Maşın qəşəngdir. Buna bax. Bu da tamamilə Şimşək McQueen'ə oxşuyur. Qız çəkir. Ən qızın maşınıdır. Mandalin. Amma bizim də mandalin var idi. 36 Kuza. Yəni bizim də deyirəm, yəni Fəxri Əsədovun maşını idi. Onda giveaway-də verirdi. Dayan görək. Yapon qız maşınları göstər. Amma bu maşın deyəsən çox brend da Tokyoda. Eləcə bunu görürəm. Bu maşına başqa heç nə görmürəm. O qədərmi belə cazibədar maşındır yəni. Görək. Fuya. Yəni deyirəm da sizə, bunlar pulu var, alıblar. Amma çox qarışıq ölkədir. Yəni Tokyoya baxın. Çox qarışıq ölkədir axı ora. Çox da insan yaşayır, amma çox tema maşınlar var. Oha. Dəhşət. Görək bu qız nə çəkir bizim üçün. Göstər görək. Özünü göstərməyə maşını göstər bizə. Bizə maşın maraqlıdır. Amma bu effekt yəni tam bu qədər də yox. Ya da kino kəsididir. Nəyi göstərir? Maşınların gözəlliyinə baxın siz. Fantastik da. Yəni mən həmişə istəmişəm də, mən çox belə necə deyim sizə, maşın həvəskarı, maşın yəni məndən ötürü bir başqa bir dünyadır. Çox ləzzət eləyir da belə. İstəyərdim mən Tokyoda yaşamaq belə. Onların bilmirəm 6-cı günlərinə düşür, bazar günlərinə düşür. Yəni sırf belə drift günləri var. Amma maşını reklam edir. O günləri görmək yəni inşallah nəsib olar. 2006-cı il. Tokyo Drift'ə baxırmış. 2006-da şəhər, 2025. Ay, qismətə bax. Adam gəlib canlı. Maşın amma superdir da. Bunların maşın zövqü çox fərqlidir. Hamısı çeli görükür. Belə şeyim olar, çox fantastik. Hərənin bir cür zövqü, hərənin bir cür maşın tutqusu, sevdası. Axtırmağa bax bir dənə maşını. Deyirəm da sizə, bunlarda yasaldır belə şeylər. Amma temadır yəni. Motorxanaya bax bir dənə. Dəhşət. Superdir amma. Çox superdir. Adama ləzzət eləyir da. Nə yalan deyim. Anam çox xoşuna gəlir yəni.
Keşke yəni burada olsaydıq deyənlər kanalıma abunə olsun və bu videoma da like atsın. Bu nə edir? O velosipedlə drift eləyir. Kasıbın olanı. Görək bu qız bizə nə çəkir belə. Tuş görək. Maşından bir tuş bizə maşını göstərir. Ayaqlar lazım deyil bizə. Bu dəqiqə məni cəlb eləyən şey maşındır. Göstər görək. Allahım, bu maşın çoxmu məşhurdur Tokyoda? Hə, kinoda da oynayır ona görə. İndi başa düşdüm. Bax, deyirəm da sizə. Adamlar belə bundan Azərbaycanda kartof soğan daşıyırlar. Bunlar burada drift eləyir, yığdırıb. Yəni tema. Deyirəm da sizə bu maşın filmdə oynayıb ona görə. Burada bir fərqli hissən bir avtoşluq falan. O çox qəşəngdir. Çox qəşəngdir. Təbii ki də bizim avtoşlara çatanmaz bunlar. Yəni əfsanəvi avtoşlarımız var bizim. Bunlar da pis deyil də özlərinə görə maşın sürürlər. Yaponiyada. Çox gözəl şəhərdir axı. Çox gözəl şəhərdir. Çox gözəl maşınlar da var. Temadır bir sözlə. Üstü açıq maşın. Şəhərin gözəlliyinə bax. Adam Porsche sürür amma. Polis saxlayıb dayan. Polisdir o. Yəqin ki. Vay, editlərə gəl. Deyirəm də, iminli bax belə günlər olur orada. Bax bu cür. Amma belə bir-birlərinə maşın reklam edir. Çox, yəni dəhşətli anlardır. Yenə qız bizə ayaqlarını çəkir. Amma yenə o sarı maşını göstərəs. Yox, bu səfər fərqləri var. Bu Supra'dır. Gözümlə düzəməli görmür, biraz counterdən uzağa. Yəqin ki Supra idi. Yenə qız bizə video çəkir. Vay, sən dəli bir şeysən. Amma oyuncaq belə maşınlara oxşur. Uşaq vaxtı oynayırdım. Kapotu gördünüz oradakı. Yəni bu kapota bax. Tutuzduranmadım. Bir dəqiqə. Allahım. Heç mi tutuz? Hə, tutuzdurdum. Adam şüşə kapot yığdırıb ora. Kapron şüşə ta orasını bilmirəm, şəffafdır. Amma tema görükür. Çox temalı. Adamlar işlərində ustadır da. Arkada Tofaş var. Bir dənə türk yorum yazıb. Ola bilər yəni normal bir şeydir. Elə bir yol ağacı da maşınlar. Bir dənə baba. Işıqların falan yanmağına falan. Amma temalı. Keş bizə də belə bir şeylər olsaydı. Sən zarafat eləyirsən. Ot püskürür. Şəhərin gözəlliyi bir ayrı, maşınların gözəlliyi bir ayrı. Çıxdılar efirə bax. Bunlarda da 06-07 olsa görə neyniyərlər? Mənə bu dəqiqə çox maraqlı gəlir. Nəysə dostlar, məncə videonu bəyəndiniz. Videomu bəyəndinizsə aşağıdan like atıp kanalıma da abunə olmağı unutmayın. Bu arada yorumlarda da bildirin yəni. Bizdə mi yaxşıdır maşınlar, yoxsa Tokyoda mı yaxşıdır? Nəysə dostum, bax burada bir yerlərdə mənim bir videom çıxdı. İstəyirsən tıkla və onu izlə. İzləsən çox sevinərəm. Gələn görüşlərə qədər özünə yaxşı bax.